Uşağa başını saxlamağı və çevrilməyi necə öyrətmək olar? Düzünü desək, biz uşağa həyatının ilk aylarında heç nə öyrətməməliyik. O, hər şeyi özü öyrənəcək. Biz ona öyrənmək imkanı yaratmalı, təhlükəsiz və rahat bir mühit təmin etməliyik. Uşaq yeni bir bacarığı mənimsəmək və ya yeni bir hərəkəti öyrənmək üçün bel və boyun əzələlərini möhkəmləndirməli, istəsəniz pompalamalıdır. Və bu məqsədə çatmaqda bizə kömək edən əsas məşğuliyyət uşağı qarnı üstə qoymaqdır. Buna uyğun olaraq körpənin göbək yarası sağalan kimi biz onu yeməkdən əvvəl bir müddət qarnı üstə qoya bilərik. Düzünü desəm, əvvəlcə uşaq bu hərəkətdən heç də məmnun olmayacaq və çox güman ki, qarnı üstə qalma müddəti 1-2 dəqiqədən çox olmayacaq. Üstəlik, körpənin səsi də eşidiləcək. Amma tədricən bel əzələləri möhkəmlənəcək, uşaq böyüyəcək, onda oyuncaqlara və ətraf mühitə maraq yaranacaq. Onda qarnı üstə qalma müddəti artmağa başlayacaq və 4-5 aylıq yaşa çatanda uşaq demək olar ki, oyaq vaxtının çoxunu qarnı üstə və ya valideynlərinin qucağında keçirəcək. Əgər ilk ayda uşağın qarnı üstə qalması üçün konkret bir norma yoxdursa, 2-3 aylığında çalışırıq ki, uşaq gün ərzində ən azı yarım saatı bir neçə dəfə olmaqla qarnı üstə keçirsin. 3 aydan sonra valideynlərə tövsiyə edirik ki, yerə köçsünlər və orada mümkün qədər çox vaxt keçirsinlər. Qorxmayın, yer kifayət qədər təmiz və ya soyuq ola bilər deyə narahat olmayın. Uşaq üçün bu normaldır. Siz narahatsınız, altına xalça sərin. Amma vacibdir ki, uşağı yerə köçürəsiniz. Çünki bu həm uşağın təhlükəsizliyi, həm də bəd səthdə uzanmağı öyrənməsi üçün önəmlidir. Qarnı üstə yatmaq istəməyən uşaqlar üçün müxtəlif lifihətlər var. Uşağı valideynin özünün qarnına və ya sinəsinə uzatmaq olar. Təxminən bu cür. Uşaq valideynin üzünə baxsın. Bu həm azca maili bir səth olacaq, nəticədə uşağa ağır başını saxlamaq daha asan olacaq, həm də anasının və ya atasının üzünə baxmaq maraqlı olacaq. Həmçinin uşağın başını saxlamağını asanlaşdırmaq üçün onun əllərinin altına bükülmüş dəsmal və ya bezi qoymaq olar. Əgər uşaq 3 aydan böyükdürsə, hava yaxşıdırsa, onu çöldən birbaşa uşaq arabasında qarnı üstə uzatmaq olar. Adətən uşaqlar ətrafa baxmağa maraq göstərirlər və bu da onların başlarını saxlamağı məşq etməsinə stimul verir. Uşağın həyatının ilk yarım ilində mənimsəməli olduğu daha bir vacib bacarıq qarnı üstə çevrilməkdir. Bunu etmək üçün yenə də bel və ayaq əzələlərinin kifayət qədər güclü olması lazımdır. Adətən çevrilmə yan tərəfdən ayağın atılması və bel əzələlərinin köməyi ilə özünü çəkməklə baş verir. Bəlkə də bu, uşağın mənimsəməsinə biraz kömək edə biləcəyiniz yeganə bacarıqdır. Əgər körpənin ayaq və bel əzələləri kifayət qədər möhkəmdirsə, yan üstə çevrilməyi bacarır, amma hələ qarnı üstə necə çevriləcəyini başa düşmürsə. Uşağı oyuncağa maraqlandıraraq, onu başının arxasına aparmaq və bir ayağını büküb oyuncağa tərəf çevirmək olar, amma tam çevrilməyə imkan vermədən. Hərəkətin qalan hissəsini körpə özü etməlidir. Beləliklə, siz ona əzələlərini necə koordinasiya etməyi göstərəcək və bu çevrilmə prosesində belini hərəkət etdirməyə kömək edəcəksiniz.